Qələm surəsi 4-cü ayədə Allah buyurur: "Və innaka la'ala xuluqin azim." Allah peyğəmbərə xitabən buyurur ki, ya Rasulum, həqiqətən sən böyük əxlaq sahibisən. İndi bu ayə haqqında da düşünəndə, yəni yenə də bu nəticəyə gəlirik ki, peyğəmbərin davranışı, peyğəmbərin danışığı, peyğəmbərin hərəkətləri, peyğəmbərin sözləri, kiməsə nəsihəti, tövsiyəsi, kiməsə yol göstərməsi, bunların hamısı nədir? Bizim üçün nədir? Örnəkdir, nümunədir. Peyğəmbər bizim üçün ta qiyamətə qədər olan bütün insanlar üçün əxlaq nümunəsidir. Bəs biz peyğəmbərin davranışlarını, Quran onun hamısını əhatə eləmir ki, biz peyğəmbərin o davranışlarını, peyğəmbərin əxlaqını nəql olunan hədislərdən öyrənirik. Bu ayədə bizə onu göstərir ki, bəli, peyğəmbər bizim üçün örnəkdir, peyğəmbər bizim üçün nümunədir, peyğəmbərin etdiklərinin hər biri bizim üçün bir dəlildir, bir qaydadır, yoldur ki, biz də onlara tabe olmalıyıq. Bu da ikinci bir ayə ki, Allah peyğəmbəri vəsf edir ki, peyğəmbər həqiqətən böyük əxlaq sahibidir və peyğəmbərin əxlaqı bizim üçün nədir? Nümunədir.